Cavanşir, sevgilin yığmışdı mənə. Deyir ki, mən kreditdə maşın götürüb, indi kreditini ödəmir. Eşitməmişsən ki, səsləri kompüterdə elə düzüb qoşurlar. Zəng edir, deyir ki, bəs mən sənin qardaşına mənə 300 manat pul verir. Eşitmişəm. O da zəng edir ki, səndən maşının pulunu alsın. Verdin sən? Yox, hara verirəm? Halal olsun sən. Öpürəm, belə ayıq ol. Qalem vaycını alıb qoymuşsan altıma. Onun benzin pulusu səndən aldım. Qərara gəldim ki, ta bəst. Çıxış yolunu nədə görürsən ay kürəkən? Sən mənə qalem vaycenimə benzin almamaq üçün mənə bir dənə tokla maşın al. Bəs qutaraday. İşin pulunu qabaqcadan verim ki, həvəslə işləyəsiniz. Müəllimə, mən utandım. Sizə bir etiraf eləmək istəyirəm. Neçə vaxtı biz sizin bağdan oğurluq edirik. 400 meşox cipis satmışıq. 250 dənə siment satmışıq. Amma mənim vicdanım bunu götürməz. O mən sənə pul verməm. Çox sağ olun, Məhməd, çox sağ olun. Onun 2 dənə uşağı var. Onlara nətər baxırsa, ona da elə göz bəbəyi kimi baxacaq. Bu bir dəfə evlənib, Hə də, ayrılıblar. ayrılıblar. Düşmüşüz ikincinin dalındakı bir dənə də arvad ala, onu bədbəxt eləyək də, düzdürmü? Yayımın baş sponsoru Berk Soyuq Çayları, sponsorlar QX Məişət Avadanlıqları, Bomba Beloçka Tumları, Baku Avtomol, Qardaşlar Mebel, Permalit Boyaları. Birə bir, bazar günü, saat 20-də, Xəzərdə.